Salam müəllimlər, bugün biz fən kurikulumuna aid əsas terminlərin təsviri mövzusunu öyrənəcəyik. Burada hansı terminlər var öyrənək. Ümumi təlim nəticələri, məzmun xətti, standart, alt standart. Bax, bunlar əsas terminlərdir ki, bir-bir öyrənək, görək bu terminlərin mənası nədir? Ümumi təlim nəticələri, yəni sadə dillə desək, ümumi təlim nəticələri şagirdin əldə edə biləcəyi bilik və bacarıqlardır. Və ona tərif versək belə deyirik. Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Yəni, nəzərdə tutulub ki, bu öyrənilsin, bu bilik, bacarıq öyrənilsin və əvvəlcədən müəyyənləşdirilib. Kurikulumun nəticə yönümlülük prinsipinə əsasən nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Ümumi təlim nəticələri dedik ki, bilik, bacarıqdır. Yəni, şagirdin əldə edə biləcəyi bilik və bacarıq. Və ümumi təlim nəticələri müəyyən sahələrə bölünür. Hansılardır? Fən üzrə təhsil səviyyələri üçün təlim nəticələri. Yəni, hər bir fənnin özünün ümumi təlim nəticələri var və bu ümumi təlim nəticələri, yəni ümumi olan biliklər və bacarıqlar təhsil səviyyələri üzrə nəzərdə tutulub. Yəni, təhsil səviyyələri hansılardır? Biz maddə 17-də öyrənmişdik təhsilin pillələri və səviyyələri. Təhsilin, ümumi təhsil pilləsinin 4 səviyyəsi var. Hansılardır? Məktəbə hazırlıq təhsil səviyyəsi, ibtidai təhsil səviyyəsi, ümumi orta təhsil səviyyəsi, tam orta təhsil səviyyəsi. Məktəbə hazırlıq təhsil səviyyəsində ümumi təlim nəticəsi yoxdur. Yəni, 5 yaşlı uşaqlar üçün ümumi təlim nəticələri hazırlanmayıb. 1-ci sinifdən 4-cü sinifə qədər şagirdlər hansı bilik, bacarıq əldə edəcək? Yəni, ibtidai təhsil səviyyəsi üzrə təlim nəticələri. Buna belə deyirik. Yəni, ibtidai sinifdə şagirdlər hansı biliyə, bacarığa yiyələnəcək? Ümumi orta təhsil səviyyəsində, yəni 5-9-cu siniflərdə şagirdlər hansı bilik, bacarıqlara yiyələnməlidir? Bunlar nəzərdə tutulur. Tam orta təhsil səviyyəsində, yəni 10-11-ci siniflərdə şagirdlər hansı bilik və bacarıqlara yiyələnəcək? Demək, bu oldu fən üzrə təhsil səviyyələri üçün təlim nəticələri. Yəni, hər bir fənə aiddir. Azərbaycan dili, riyaziyyat və digər fənlər. Və məsələn, burada nümunə göstərilib, ibtidai təhsil səviyyəsində şagird hansı biliyə, bacarığa yiyələnəcək? Müvafiq qaydalar əsasında oxuyur. Nitq etiketlərinə və dil qaydalarına əməl edir. Oxuduqlarına və dinlədiklərinə münasibət bildirir. Kiçik həcmli sadə mətnlər qurur, fikirlərini şifahi və yazılı ifadə edir. Bu olur 1-ci sinifdən 4-cü sinifə qədər şagirdin əldə edə biləcəyi bilik və bacarıqlar. Yəni, ibtidai təhsil səviyyəsi üzrə olan təlim nəticələri. Ümumi orta təhsil səviyyəsində şagird hansı bilik, bacarıqlara yiyələnəcək? Mətnin üslubuna uyğun oxu texnikası tətbiq edir. Baxın, burada həm bilik var, həm də bacarıq var. Mətnin üslubu onun bilik hissəsidir. Oxu texnikası tətbiq edir, onun bacarıq hissəsidir. Nitqində dil qaydalarına əməl edir. Oxuduqları və dinlədiklərinə münasibətini əsaslandırır. Müxtəlif tipdə və formada mətnlər qurur, yaradıcı yazılar yazır. Əməli yazı nümunələri hazırlayır. Bu oldu, 5-9-cu siniflərdə şagirdlərin əldə edə biləcəyi bilik və bacarıqlar, yəni ümumi təlim nəticələri.
Tam orada təhsil səviyyəsində şagird, yəni 10-11-ci sinifdə şagirdlər hansı bilik və bacarıqlarla təmin olunacaq? Nitqində ədəbi dil normalarına riayət edir, oxuduğu və dinlədiyi mətnləri ideya və üslub baxımından təhlil edir, verilmiş mətnləri dil və üslub cəhətdən təkmilləşdirir, əməli yazı nümunələri üzrə praktik bacarığa yiyələndiyini nümayiş etdirir. Dedik ki, ümumi təlim nəticəsi bilik və bacarıqdır və burada bilik və bacarığı da hər ikisi birlikdə, yəni səviyyələr üzrə təşkil olunur. Daha sonra məzmun xətti var. Yəni məzmun xətti nədir? Məzmun xətti hər bir fənnin özünün məzmun xətti var. Hər bir fənnin özünün məzmun xətti var. Məzmun xətti dedikdə nə başa düşürük? Məzmun xətti şagirddə formalaşdırılan bacarığa əsasən müəyyən olunur. Hər bir fən şagirddə müəyyən bir bacarıq formalaşdırır. Ümumi təlim nəticəsi bilik bacarığı idi, amma məzmun xətti bacarıqdır. Yəni şagirddə formalaşdırılan bacarıq. Bir fənnin daxilində məzmun xətti heç vaxt dəyişmir. Fəndən fənə keçdikdə məzmun xətti dəyişir. Yəni, hər bir fənnin özünün məzmun xətti var. Hər bir fən şagirddə özünə məxsus bacarıq formalaşdırır. Tərif olaraq məzmun xəttinə necə tərif veririk? Fən üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Yəni, bu nə deməkdir? Məzmun xətti elə bir xəttdir, elə bir yoldur ki, bizi aparıb çıxarır ümumi təlim nəticələrinə. Yəni, məzmun xətti üzrə şagirdlər bilik və bacarıqlar əldə edəcək. Demək, məzmun xətti nə oldu? Şagirddə formalaşdırılan bacarıqlardır. Hər bir fən şagirddə müəyyən bir bacarıq formalaşdırır. Və məzmun xətti bir fənin daxilində heç vaxt dəyişmir. Və kod olaraq ilk birinci rəqəm məzmun xəttini göstərir. İndi 2026-nın deməli kurikulumunda sinifləri də burada qeyd ediblər. Yəni birinci olaraq məsələn sinifi yazıblar. Misal üçün 6 3.2.1. Yəni burada 6-cı sinifi göstərir. 3 məzmun xəttini göstərir. 2 standartı göstərir. 1 alt standartı, yəni məzmun standartını göstərir. Hər bir fənnin dedik ki, məzmun xətti var. Məsələn, Azərbaycan dili fənninin 4 məzmun xətti var. Yəni, nə deməkdir bu? Azərbaycan dili fənni 4 sahə üzrə ümumi təlim nəticələrini reallaşdıracaq. Yəni, 4 məzmun xətti var, yəni 4 sahə müəyyən olmuşdur. Hansılardır bunlar? Dinləyib anlama və danışma, oxu, yazı, dil qaydaları. Bunlar Azərbaycan dili fənnini öyrənmək üçün lazım olan bacarıqlardır ki, şagirdə formalaşmalıdır. Və bu bacarıqlar əsasında şagird bilik və bacarığa yiyələnəcək. Dinləyib anlama və danışma, oxu, yazı, dil qaydaları. Azərbaycan dilinin məzmun xəttidir. Məzmun xətti dedik ki, bir fənnin daxilində heç vaxt dəyişmir. Fəndən fənə keçdikdə məzmun xətti dəyişir. Alt standart nədir? Alt standart digər adı məzmun standartıdır. Yəni, məzmun standartı, alt standart eyni tərifdir. Belə deyirik, təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Alt standartın tərifi necə oldu? Təhsil alanların, yəni şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Biz kurikulumun prinsiplərini öyrəndikdə orada qiymətləndirmə standartını keçmişdik. Yəni, qiymətləndirmə standartı nədir? Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, bu dövlətin bir tələbidir. Alt standartdır.
qiymətləndirmə standartıdır. Daha sonra təhsil standartı var, yəni dövlət standartı var ki, onun da özünə məxsus tərifi var. Demək, təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi alt standartdır. Digər adı məzmun standartıdır. Alt standart sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Yəni, summativ qiymətləndirmə alt standart əsasında deməli aparılır. Və alt standartın 4 əsas funksiyası var. Hansı funksiyalardır? Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni, alt standartdan təlim məqsədi, təlim nəticəsi, dərsin məqsədi çıxarılır. Bəzən alt standartın özünü də dərsin, təlimin məqsədi kimi götürülür. Yəni, məqsəd kimi alt standartın özünü artıq götürə bilirik. Daha sonra alt standartın dedik 4 funksiyası var. Alt standart təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni, alt standartdan təlim məqsədi çıxarılır. Təlim strategiyasının düzgün seçilməsində mühüm rol oynayır. Yəni, alt standarta əsasən biz iş üsullarını, iş formalarını alt standarta əsasən seçirik. Təlimdə inteqrativliyi təmin edir. Deməli, alt standart təlimdə inteqrativliyi təmin edir. Yəni, alt standarta əsasən mən hansı inteqrasiyadan istifadə edəcəm? Fən daxili üfüqi, fən daxili şaquli, yoxsa fənlər arası inteqrasiya, fən üstü inteqrasiyadan istifadə edəcəm? Alt standart bunu müəyyən edir. Təlimin məzmununun davamlı inkişafını təmin edir. Yəni, alt standart sinifdən sinifə keçdikdə dəyişir və şagird hər il bir sinif irəlilədikcə məzmun xətti daha da inkişaf edir və dərinləşir. Yəni, şagird sinifdən sinifə keçdikcə alt standart dəyişir. Şagird daha dərin, daha geniş deməli, bilik və bacarığa yiyələnir. Dərsimiz bu qədər. Yəni, alt standartda da dedik ki, simvol olaraq necə götürürük? 3.2.1 bir alt standartdır. Orada 3 məzmun xəttini ifadə edir. 2 standart ifadə edir. 1 isə, yəni 3.2.1 isə alt standartı, yəni məzmun standartını ifadə edir. Demək, standart özündən əvvəl gələn məzmun xəttini ümumi şəkildə açıqlayır. Alt standart isə o ümumidən birini, konkret olaraq birini açıqlayır. Məsələn, belə bir nümunə gətirək. Məsələn, Azərbaycan dilindən ikinci məzmun xəttinə uyğun şagird bütün oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir. Deməli, 2 yazıram, oxudu, bu məzmun xəttidir. Daha sonra 2 nöqtə, məsələn, 1 yazıram. Deyilir ki, şagird bütün oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir. Bu standartdır. Bütün sözü var orada. Yəni, oxu bacarıqları, sürətli oxu var, intonasiyalı oxu var. Yəni, bunlar, bu oxu bacarıqları var ki, o bütün standart onu müəyyən edir. Alt standart isə o bütündən birini müəyyən edəcək. Məsələn, şagird intonasiyalı oxu bacarığına yiyələndiyini nümayiş etdirdi. Demək, biz fən kurikulumuna aid əsas terminlərin təsviri mövzusunu öyrəndik və bu mövzuya aid test tapşırıqlarını da izah edəcəyik. Əgər dərs sizə faydalı oldusa, əməyə hörmət olaraq abunə olub, bəyənib, şərh yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.